Bəli, 47 il, yəni təqribən 50 ildən sonra Türkiyəsiz, terrorsuz azad Türkiyə. İnanmaq çətindir, amma bu proses başlayır. Bəs mümkündürmü Türkiyə üçün yaşanan tarixi anlar nədən ibarətdir, ekranlara gətirək? PKK-nın fövqəladə 12-ci qurultayı belə bir nəticəyə gəlib ki, PKK-nın apardığı mübarizə xalqımızın məhv siyasətini darmadağın edib, Kürd məsələsini demokratik siyasət yolu ilə həll etmə mərhələsinə çatdırıb və bu baxımdan PKK öz tarixi missiyasını tamamlayıb. Bu əsasda gedişatın Öndər Apo tərəfindən idarə olunması şərti ilə PKK-nın təşkilati strukturunun buraxılması və silahlı mübarizə metodunun dayandırılması barədə qərarlar qəbul edilib. Bununla da PKK adı altında aparılan fəaliyyətlərə son qoyulub. Beləliklə 1978-ci ildə yaradılan və 6 il sonra ilk terror aktını həyata keçirən qruplaşma özünü buraxdığını elan edib. Təşkilata yaxın internet saytlarında yer alan məlumata görə terrorçular 3 mərhələli plan çərçivəsində beynəlxalq müşahidəçilər və BMT-nin nəzarəti altında silahlarını təhvil verəcəklər. Onların Duhok vilayətinin Amadiya və Kanimasi, Ərbilin Binar və Köysancaq, Şimali İraqda sığınacaq bölgələrinin yerləşdiyi Süleymaniyədə isə Raniya və Seyid Sadıq qəsəbələrində silahlarını təslim edəcəkləri açıqlanıb. Silahlarla bağlı birgə komissiyanın yaradılmasından, bunun vasitəsilə icra orqanının ola biləcəyindən söhbət gedir. Bu məsələnin yay aylarında həll olunacağı və dövlət rəsmilərinin bu istiqamətdə ciddi işlər gördüyü bildirilir. Beynəlxalq nümunələrdə olduğu kimi silahların toplanması və məhv edilməsi müstəqil mexanizm tərəfindən nəzarətdə saxlanılır. Şimali İrlandiyada İrlandiya Respublikasının ordusunun silahları Birləşmiş Krallıq və İrlandiya hökumətləri ilə əməkdaşlıq çərçivəsində müstəqil komissiya tərəfindən toplanılıb. Kolumbiyada isə Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin silahları Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında təhvil verilib. Türkiyədə də oxşar mexanizm yaradıla bilər və ya Türkiyə Böyük Millət Məclisinin səlahiyyət verdiyi komissiya bu işə cəlb oluna bilər. Tərk-silah prosesinin Türkiyənin PKK-nın Suriya qolu olaraq təyin etdiyi YPG-ni də əhatə edib etməyəcəyi maraq doğurur. Düşünülür ki, təkcə Qəndil deyil, Qamışlı da silahsızlaşdırılaraq mərkəzi idarəyə inteqrasiya olunmalıdır. İki proses eyni vaxtda həyata keçirilməlidir. Amma bu modelin uğurlu olub-olmayacağı barədə bəzi fikir ayrılıqları var. PYD, YPG, KCK, SDG, İran'da PEJAK, işte Avrupa'daki yapılanmaları, şehir yapılanması, Ermenistan'daki yapılanma gibi farklı ülkelerde farklı isimlerle yapılanmaları alt gruplar var. Bu gruplardan bahsedilmediği görülmektedir. Ve zamanla bu gruplar içerisinden ben PKK'dan ayrı bir gruptum, ben bu karara uymuyorum diyenler ilk zamanlarda olmuştu. Örgüt elebaşısının çağrı yaptığı zamanlar, ileriki zamanda da yine bu karara uymayacak küçük mini gruplar çıkabilir. Bunca zamanda PKK terör örgütünü Türkiye'ye karşı besleyen, donatan, eğiten, topraklarını kullanmasına izin veren tarafların bu küçük gruplara aynı imkan ve desteği vererek Türkiye'ye karşı saldırtabileceği de atıdan çıkartılmamalıdır. Digər maraq doğuran mövzu təşkilat ləğvindən sonra dağlarda və şəhərlərdə yaraqlıların aqibətinin necə olacağı, bu şəxslərə ümumi amnistiya elan edilib edilməyəcəyi və onların cəmiyyətə inteqrasiyasının necə baş tutacağıdır. Dünyadakı oxşar nümunələr və Türkiyənin mövcud siyasi şəraiti nəzərə alındıqda silahlı qrupların dağdan enməsi və təslim prosesi üçün təhlükəsizlik zəmanətləri lazım olacaq. Əməliyyatların dayandırılması, təşkilat üzvlərinin təhlükəsizliyinin təmin olunması və müəyyən təhlükəsiz bölgələrin yaradılması ilk addımlar sırasındadır. Bu proses dövlətlə birbaşa və ya dolayı şəkildə danışıqlar aparan vasitəçi aktorlar, yəni vətəndaş cəmiyyəti qurumları, üçüncü ölkələr, beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirilə bilər. İlk mərhələdə heç bir cinayəti olmayan 3500 PKK-çının Türkiyəyə gəlib təslim olmasından bəhs edilir. PKK-nın lider kadrlarının Türkiyəyə gəlməsinin söz mövzusu olmadığı bildirilsə də, bəzi adların müxtəlif ölkələrə gedəcəyi, bəzilərinin isə İraqda qala biləcəyi bildirilir. Prosesin bir hissəsi olaraq HDP-nin keçmiş həmsədrləri, o cümlədən Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ kimi siyasətçilərin azadlığa buraxılması da gündəmə gələ bilər.
PKK-nın buraxılması Türkiyənin terrorla mübarizə qanunvericiliyi, cinayət prosesi, həbsxanalarda olan PKK üzvləri kimi qarışıq məsələləri gündəmə gətirəcək. Bu mərhələdə hüquqi tənzimləmələr, əfv müzakirələri, siyasi təmsilçilik mexanizmlərinin gücləndirilməsi, məsələn, yerli idarəetmələrin səlahiyyətlərinin artırılması müzakirə mövzusu ola bilər. Eyni zamanda Abdullah Öcalanın həbsxana statusu, hüquqi haqları və siyasi rolu da əsas müzakirə mövzularındandır. Bu müstəvidə qeyd etmək lazımdır ki, PKK-nın cümə günü yaydığı bəyanatın sonunda Öndər Aponun fiziki azadlığı üçün mübarizəni daha da artırmağa çağırırıq ifadəsi yer alıb. Öcalanın bu hüquq çərçivəsində azadlığa buraxılması da Bahçeli'nin təklifi ilə gündəmə gəlmişdi. Lakin bu barədə hələ konkret addımlar atılmayıb. Rəsmilər bildiriblər ki, ağırlaşdırılmış ömürlük cəza almış biri üçün bu mümkün deyil. Həmçinin Öcalanın da təhlükəsizlik səbəbindən İmralını tərk etmək istəmədiyi bilinir. Gələcəkdə isə Öcalanın İmralıdakı həyat şəraitinin yaxşılaşdırılması, jurnalistlərin və müxtəlif şəxslərin onu ziyarət etməsinə imkan yaradılması gözlənilir. Ümumilikdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan PKK-nın iclasından sonra demişdi ki, siyasətin üzərinə böyük iş düşəcək. Bu prosesdən siyasi olaraq faydalanmaq istəyənlər ola bilər. Buna hazır olmalıyıq. Bizi asan proses gözləmir. Bunun fonunda Ankarada siyasi dairələrdə dövlətin bütün planlarını dərhal həyata keçirməyəcəyi, bu addımların mərhələli şəkildə atılacağını düşünənlər var. Lakin bəzi vacib dəyişikliklərin seçkiyə yaxın dövrdə həyata keçirilə biləcəyi ehtimalı da səsləndirilir. Bu da Cümhur İttifaqının konstitusiya dəyişikliyi və növbədənkənar seçki üçün Dem partiyasından dəstək gözlədiyi iddialarını gücləndirir. Digər bir gözlənti isə Avropa İttifaqına üzvlük meyarları arasında yer alan terrorla mübarizə qanununun dəyişdiriləcəyi və əhatə dairəsinin azaldılmasıdır.